Bugün biz qanda şəkərin miqdarını ölçmək üçün Biolent şəkər aparatının istifadə qaydasını izah edəcəyik. Ən əvvəl əlləri təmiz yuduqdan sonra bir ədəd lanset iynə götürüb qələmə daxil etmək lazımdır. Dərinin qalın və nəzikliyinə görə istənilən rejimi seçə bilərsiniz. Rejimi seçdikdən sonra qələmin arxasını dartaraq qələmi işlək vəziyyətə qoyursunuz. Bir ədəd test strip götürərək aparata daxil edirik və avtomatik olaraq aparat işlək vəziyyətə gəlir. Sonra barmağımızı deşirik, çıxan birinci qan silinir. Test stripi qana yaxınlaşdırırıq və vakuum nəticəsində qan testə sovrulub 5 saniyənin ərzində nəticə göstərilir. İstifadə olunmuş test stripə əl dəymədən düymə vasitəsilə aparatdan xaric etmək mümkündür və aparat avtomatik olaraq sönür. Biolent aparatının üzərindəki M düyməsi köhnə nəticələri göstərmək üçün istifadə olunur. Biolent aparatı heç bir kod olmadan istifadə olunur. Heç bir koda ehtiyac yoxdur. Həm milliqram ölçü vahidi ilə, həm də millimol ölçü vahidi ilə istifadə etmək mümkündür. M düyməsini basılı qoyaraq hal-hazırda aparatımız milliqram ölçü vahidi ilə istifadə olunur. Bir dəfə basıb buraxaraq millimol ölçü vahidinə keçid edir və təkrarən basılı qoyaraq yaddaşlama edirik və millimolda qalır. Eyni ilə millimoldan milliqrama keçirtmək üçün eyni prosesi icra edə bilərsiniz.